Naxçıvan Azərbaycanın nəqliyyat və təhlükəsizlik arxitekturasında yeni bir rol qazanmaqdadır, yeni bir status üstlənməkdədir və elə Azərbaycan prezidentinin də Naxçıvana səfər etməsi və orada görülən işlərlə tanış olması və görüləcək işlərlə bağlı müvafiq tapşırıqların verilməsi də məhz Naxçıvanın yeni statusuna hazırlığı ilə bağlı keçilən dönəmi həm də özündə ehtiva edir. Naxçıvan önəmli bir mərkəzdir. Önəmli layihələrin, nəqliyyat layihələrinin mərkəzlərindən biridir. Avropa İttifaqının da bu xüsusda Naxçıvana xüsusi əhəmiyyət verməsi təsadüfi deyil. Çünki Naxçıvan Orta Dəhlizin önəmli həlqəsindən, segmentindən biridir ki, həm də Orta Dəhliz Rusiyadan yan keçir. Bu nöqtədə Qərb də maraqlıdır ki, Rusiyanı bypass edə bilsin. Bu nöqteyi nəzərdən həm də Naxçıvanda dəmir yollarının, marşrutların yenidən modernləşdirilməsi istiqamətində də Avropa İttifaqı maraqlıdır ki, fəaliyyətlər ortaya qoysun. Eyni zamanda təhlükəsiz keçiddir Naxçıvandan olan keçid, Orta Dəhliz. Çünki Rusiya-Ukrayna savaşı var, İranla ABŞ arasında bir savaş var və digər alternativ nəqliyyat dəhlizləri həmin o savaşların mərkəzində olduğu üçün bugün təhlükəsiz deyirlər. Ancaq Orta Dəhliz həmin o qeyd etdiyimiz dəhlizlərə alternativ olaraq təhlükəsiz bir xətt olaraq, nəqliyyat xətti olaraq ortaya çıxmaqdadır. Naxçıvanın günəş potensialı var, qayıdaq Naxçıvana. Naxçıvanın su potensialı var və bu potensial həmişə Naxçıvanda olub. Ancaq bu potensialın inkişaf etdirilməsi və bunun enerjiyə çevrilib qərbə daşınması istiqamətində bugün Azərbaycan zəruri addımlar atır və bu addımların atılmasını da Qərb görür. Bu baxımdan Qərb, Avropa İttifaqı həm də Azərbaycanla bərabər bu istiqamətdə birgə fəaliyyətlərin ortaya qoyulmasında bir növ maraqlıdır, maraqlı da görünməkdədir. Ən azından vəziyyət bu formadadır və qeyd etmək lazımdır ki, Naxçıvan həm də Türk dünyası ilə Avropa arasında ticarət layihələrinin genişləndirilməsi istiqamətində